Sizdən xahiş edirik ki, xəbərə keçmədən öncə videonu bəyənin və rəy bölməsində fikirlərinizi bildirin. Dünyada və ölkədə baş vermiş ən son xəbərləri bizdən izləyin. Bunun üçün kanala abunə olmağı və bildiriş simvolunu açmağı unutmayın. İndidən təşəkkürlər. Hər vaxtınız xeyir əziz izləyicilər. Diqqət! Günün ən səs-küylü xəbərləri ilə qarşınızdayıq. Bakı-Sumqayıt yolunda güclü yanğın baş verib, mebel və avtomobil sexləri alov içində qalıb. Paytaxtda isə ilginc cinayət, gənc qız atasını talayaraq gözəllik salonu açıb. Sosial sahədə isə gözlər sabahdadır. 600 manatlıq bir dəfəlik müavinətin kimlərə veriləcəyi açıqlanır. Bununla yanaşı, bəzi şəxslərin maaşları ilə bağlı önəmli qərar verilib. Ətraflı məlumat üçün bizi izləyin. Xırdalanda güclü yanğın hadisəsi baş verib. Oxu Az xəbər verir ki, yanğının Xırdalan şəhərində yerləşən Riyad Ticarət Mərkəzində qeydə alındığı iddia edilir. İlkin məlumata görə yanğın mebel mağazasında başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar. Abşeron rayonunda Bakı-Sumqayıt yolunun 7-ci kilometrində yanğın baş verməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi açıqlama yayıb. Oxu Az qurumun mətbuat xidmətinin məlumatına istinadən bildirir ki, FNN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerində əməliyyat şəraitini qiymətləndirərkən yanğının bir dam altında tikilmiş, bir-birinə bitişik müxtəlif təyinatlı obyektlərdə baş verdiyini və yayılma riskinin yüksək olduğunu müəyyən edib. Yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. Yanğın nəticəsində ümumi sahəsi 650 kvadrat metr olan müxtəlif təyinatlı obyektlərdən sahəsi 100 kvadrat metr olan mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 90 kvadrat metr olan digər mebel sexinin yanar konstruksiyaları, bitişik sahəsi 120 kvadrat metr olan avtomobil təmiri sexinin yanar konstruksiyaları 20 kvadrat metr sahədə və bitişik sahəsi 120 kvadrat metr olan mebel sexinin içərisində olan avadanlıqlar 5 kvadrat metr sahədə yanıb. Yüksək temperaturdan digər sexdə təmirə dayanmış Isuzu markalı yük avtomobilinin yük hissəsində kondisioner deformasiya edib. Digər bitişik anbarlar və avtomobil yanğından mühafizə olunub. Sabunçu rayonu ərazisindən 15.000 manat dəyərində qızıl zinət əşyaları oğurlanıb. Oxu Azın əldə etdiyi məlumata görə, Sabunçu rayon polis idarəsinin 12-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən zərər çəkənin qızı 24 yaşlı S. Abdullayeva müəyyən edilərək saxlanılıb. Araşdırma zamanı S. Abdullayevanın taladığı qızıl zinət əşyalarını satdığı məlum olub. O əldə etdiyi pulla gözəllik salonu açıb və qalan vəsaiti isə sevgilisi ilə birlikdə xərcləyib. Faktla bağlı araşdırma davam etdirilir. Sabahdan etibarən Azərbaycanda vəfat edən şəxslərin dəfni ilə bağlı bir dəfəlik müavinətin verilməsi avtomatlaşdırılmış qaydada həyata keçiriləcək. Milli Azmodern AZA istinadən xəbər verir ki, müvafiq qaydalara əsasən sosial müavinət haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq dövlət qulluqçularına verilən ömürlük müavinət alan, yaşa, əlilliyə və ailə başçısını itirməyə görə müavinət alan şəxslər, İşsizlikdən sığorta haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişi alan şəxslər, əmək pensiyaları haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq əmək pensiyası alan şəxslər, eləcə də sosial sığorta haqqında Azərbaycan Respublikasının qanununa uyğun olaraq sığorta olunan şəxslər vəfat etdikdə, onların dəfnini öhdəsinə götürən şəxslərə bir dəfəlik müavinət ödənilir. Sığorta olunanlara və əmək pensiyaçılarına münasibətdə məcburi dövlət sosial sığorta haqqı hesabına, digərlərinə münasibətdə isə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. Dəfn üçün bir dəfəlik müavinət ölümü dövlət qeydiyyatına alınmış şəxsin soyadı, adı, atasının adı, fərdi identifikasiya nömrəsi və dəfninə bağlı xərcləri çəkmiş şəxs barədə məlumatlar əsasında 2026-cı il 1 may tarixindən avtomatlaşdırılmış qaydada təyin olunub. Dövlət qulluqçularına verilən ömürlük müavinət, yaşa, əlilliyə, ailə başçısını itirməyə görə müavinət alan şəxslər, işsizlikdən sığorta ödənişi alan şəxslər və sığorta olunanlar üzrə dəfn üçün bir dəfəlik müavinətin məbləği 600 manat, əmək pensiyaçıları üzrə isə minimum aylıq əmək pensiyasının 3 misli miqdarındadır. Müavinəti almaq üçün müraciət müddəti məhdudlaşdırılmır.
Vəfat etmiş şəxs eyni zamanda həm sığorta olunan, həm də əmək pensiyaçısı olduqda, dəfn üçün müavinətin məbləğcə daha böyük olanı ödənilir. Təyinatın avtomatlaşdırılmış qaydada aparılmasının mümkün olmadığı hallarda, məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığorta olunanlara sığortaydənin vəsaiti hesabına ödənilən müavinətin təyin edilməsi, hesablanması və ödənilməsi qaydasının bir nömrəli əlavəsi ilə müəyyən edilmiş formada sığortaydan tərəfindən müraciət edildikdən sonra müavinətin verilməsi təmin edilir. Azərbaycanın əmək qanunvericiliyində aparılan son dəyişikliklər iş dünyasında sosial ədalətin və gender bərabərliyinin təmin olunması istiqamətində inqilabi addım hesab edilə bilər. Milli Məclisdə 3-cü oxunuşda qəbul edilən əmək məcəlləsinə və gender bərabərliyinin təminatları haqqında qanuna edilən düzəlişlər işəgötürənlərin üzərinə konkret və ciddi öhdəliklər qoyur. Yeni qaydalara əsasən artıq işəgötürənlər təkcə eyni vəzifədə çalışanlara deyil, həm də bərabər dəyərli işi yerinə yetirən qadın və kişilərə tamamilə eyni əmək haqqı ödəməyə borcludurlar. İşin bərabər dəyərli olması isə əmək funksiyasının xarakteri, iş şəraiti və tarif-ixtisas xüsusiyyətləri əsasında müəyyən ediləcək. Bununla yanaşı, işəgötürənlər eyni intizam pozuntusuna görə cinsindən asılı olaraq işçilərə fərqli cəzalar verə bilməz. Həmçinin iş yerində seksual qısnamanın və ayrı seçkiliyin qarşısını almaq üçün preventiv tədbirlər görməyə məvburdurlar. Məsələ ilə bağlı Nocoment azla danışan iqtisadçı ekspert Əkrəm Həsənov bildirib ki, bu dəyişikliklər ölkədə əmək bazarının şəffaflaşmasına və gizli diskriminasiya hallarının aradan qaldırılmasına xidmət edir. İşəgötürənlərin bərabər əmək haqqı təmin etmək öhdəliyinin qanunla konkretləşdirilməsi çox mühüm məqamdır. Təcrübədə biz çox vaxt görürük ki, eyni çətinlikdə və eyni məsuliyyətdə iş görən qadın işçilər bəzən kişilərdən daha az maaş alırlar. Qanuna edilən bərabər dəyərli iş anlayışı bu boşluğu doldurur. Yeni vəzifə adları fərqli olsa belə, əgər görülən işin ağırlığı və şirkət üçün əhəmiyyəti eynidirsə, maaşlar da bərabər olmalıdır. Ekspert qeyd edib ki, bu yenilik həm də işəgötürənlərin daxili intizam və əmək haqqı siyasətinə yenidən baxmasını zəruri edir. Qanun layihəsinin qəbulu o deməkdir ki, işəgötürən artıq subyektiv yanaşmalarla əmək haqqı təyin edə bilməyəcək. Əmək məcəlləsinin 154-cü maddəsinə edilən əlavə birbaşa göstərişdir. Əgər bir müəssisədə eyni pozuntuya görə kişiyə xəbərdarlıq edilib, qadına şiddətli töhmət verilirsə və ya əksinə olursa, bu artıq qanun pozuntusu sayılacaq. Cinsi mənsubiyyətə görə hər hansı bir üstünlüyün və ya məhdudiyyətin tətbiqi işəgötürən üçün ciddi hüquqi məsuliyyət yaradacaqdır. Əkrəm Həsənov həmçinin vurğulayıb ki, beynəlxalq standartlara uyğun gələn bu dəyişikliklər uzunmüddətli perspektivdə iqtisadi məhsuldarlığı artıracaq. İşçilər arasında ədalət hissi güclənəndə motivasiya da artır. Bərabər işə görə bərabər əmək haqqı prinsipi sosial dövlət anlayışının əsas sütunlarından biridir. İndi əsas məsələ bu qanunların icrasına nəzarət mexanizminin necə işləyəcəyidir. Dövlət Əmək Müfəttişliyi Xidməti bu məsələdə monitorinqləri gücləndirməli və daxil olan şikayətləri yeni qanunvericilik prizmasından dəyərləndirməlidir.